Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Müəllimlərin işə qəbulu, yəni MİQ üzrə imtahan verəcəksinizsə, bu video sizlər üçündür. Bu videoda sizə addım-addım qeydiyyatdan necə keçmək lazım olduğunu qeyd edəcəm və sizə göstərəcəm. 2025-ci il üçün qeydiyyat başlayıb, öncəliklə hər birinizə bol-bol uğurlar olsun. İnternetə daxil olduğumuz zaman Google-dan və ya Chrome-dan miq.edu.az yazıb daxil oluruq. Ekrana ilk bölmə çıxır. Burada görürsünüz, oxdan işarə edəcəm daha doğrusu. İlk bölmədə müəllimlərin işə qəbulu üzrə müsabiqə, həmin hissəyə daxil oluruq. Şəxsi kabineti artıq açmısınızsa, sizin FinKod və kodunuz orada var. İkinci etapda burada sizə operator və mobil nömrənizi istəyir. Nömrəmizi qeyd edək. Nömrəni diqqətlə qeyd edin. Burada da qeyd edir. Çünki sizə onunla bağlı SMS gələcək. Yəni kod o nömrəyə gələcək. Davam et düyməsini sıxaq. Bu şəkildə bir bölmə açılır və telefona da mesaj gəldi. Kod daxil olur sizin telefona. Deməli, kodu daxil edək. Kodu təsdiqlə düyməsini sıxırıq. Bu bölmə açıldı. Müsabiqə məlumatları baxaq. Deməli, iştirak etmək istədiyiniz bölmə. Saniyə, bölməyə tıklayırıq. Azərbaycan bölməsi. Etmək istədiyimiz fən bölməsi var. Üzərinə tıklayıb, hansı fənlə imtahan verəcəksinizsə, belə deyək, ixtisasınız nədirsə, onu seçirsiniz. Biz ingilis dilini seçirik. Daha sonra növbəti düyməsini sıxırıq. Baxın, sizin barədə məlumatlar FinKodu daxil etdiyiniz üçün burada görünür. Faktiki yaşadığın rayon və ya şəhəri sizə göstərir. Onu buradan seçirik. E-mailiniz varsa, ki böyük ehtimal vardır, e-maili daxil etməyə çalışın. Daha sonra nömrəniz aşağıda görünür. Bütün xanaları doldurduq. Daha sonra müəyyən pillələr gəlir ki, bunları doldurmaq lazımdır. Təhsil pilləsi. Deməli, hansıdırsa onu seçirsiniz. Adını götürək burada. İxtisas. Deməli, ingilis dili müəllimliyi. Təhsil aldığım müəssisəni seçirik. Seçdik. Daxil olma ili. Bitirmə ili. Diplom səviyyəsi, adi. Təhsil haqqında sənəd nömrəsi. Burada isə bizə diplomun, belə deyək, seriya nömrəsi lazımdır. Diplomun sənəd nömrəsini qeyd edək. Daha sonra növbəti düyməsi var, onu sıxırıq. İndi aşağıda müəyyən məlumatlar olur ki, onları doldurmaq lazımdır. Baxaq. Bu bölmədə sizə lazım olan bölməni seçirsiniz. Hazırda məktəbdə işləyirsinizsə, məktəbi seçirsiniz. Yox, işləmirsinizsə, o yerləri boş buraxırsınız. Müvafiq xanaları doldurmağa çalışaq. Aşağıda, məsələn, birinci dərəcəli gözdən əlilliyi olan şəxsinizsə, yəni onu bəli, yoxsa da xeyr kimi qalır. Pedaqoji staj, yəni müəllim kimi işləyirsinizsə, stajı qeyd edirsiniz. Elmi dərəcə filan, təltif falan varsa, onları seçirsiniz. Burada qeyd edim ki, yoxdur kimi bölmə çıxır. Məsələn, elmi dərəcə və ya təltifdə həmin hissəyə daxil olub yoxduru mütləq seçmək lazımdır. Və ya dərslik müəllifi bölməsi varsa, ora daxil olub müəllif deyiləm kimi qeyd edirsiniz. Daha sonra isə aşağıda, məsələn, aşağıda olan tədris vəsaiti müəllifliyi, yəni müəllif deyilsinizsə, müəllif deyiləmi tıklayırsınız. Bu şəkildə seçirsiniz. Daha sonra ən aşağıda növbəti düyməsi var. Şəhid ailəsi üzvüsünüzsə, aşağıda müvafiq xanaya
tıklayıb belə deyək, seçib sənəd yüklüyorsunuz. O ayrı bir mövzudur. Yox, əksidirsə aşağıdan növbəti düyməsinə sıxırsınız. Amma hər ehtimalı yuxarını yoxlamaq lazımdır ki, problem olmasın. Daha sonra belə bir bölmə açılır. Daxil etdiyiniz məlumatları yoxlayın və təsdiqləyin deyə bölmə açılır. Diqqət, elektron ərizənizi təsdiq etməzdən əvvəl məlumatlarınızın düzgün daxil etdiyinizə əmin olun. Elektron ərizənizi təsdiq etdikdən sonra məlumatlarınızda hər hansı bir dəyişiklik etmək mümkün olmayacaq. Ona görə diqqətli formada aşağını yoxlamaq lazımdır. Bütün məlumatları yoxladıktan sonra ən aşağıda təsdiqləyin və bitirin düyməsi açılır. Onu seçirik. Və belə bir yazı ekrana çıxır. Hörmətli filan kəs, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakla əlaqədar müraciətiniz baxılma mərhələsindədir. Ərizəniz yoxlandıqdan sonra şəxsi səhifənizə müvafiq məlumat göndəriləcək. Yəni, bundan sonra artıq qalırsınız gözləmədə. Belə, əziz müəllimlər, hər birinizə bol-bol uğurlar olsun. Özünüzdən müğayət olun, imtahanlarda xoş xəbərlər eşidəsiniz.